1997-ci ilə qədər hamam kimi istifadə olunurdu. Bura indi xanımımız bilər, el hamamı deyirdilər. Baskalı bütün kəndləri də bura gəlirdi. Həftənin 2-3 günü qadın olurdu, tək günü kişilər. Bir gündə toy hamamı olurdu. Toy hamamı olanda burada şeyfur var idi. Onun aşağı hissəsini çalan kimi hamı deyirdi ki, getmini Baskal hamamda toy hamamıdır. Deməli, bəy hamamı gəlir. Bir də bu fitənin qırmızı rəngindən. İçəri tərəfdə çəkib düşdüyü zamanı buram da. Yo, əslində mən sizin səsiniz deyirəm düşsün ki, cəmaət qulaq asanda bilsinlər. Çox sağ olun. Bunun tünd rəngindən içəri tərəfdən hamam çasırdı ki, uzaq yol gələnlər, məsələn, bazarına gəlirdilər. Onlar yəni deyirdi ki, kimsə görməsin. Ondan asanda hamı xoş gəlin sultan. Bəli. Burada bilet verirsiniz mənə. Ödəmişik. Mənə adın üçün onları bağlayıb çirirdilər qardaşım. Məsələn, deyir ki, fitə olmasa fitə basarlar. Yəni fitəsiz olanda ağsaqqal fit çalmırdı. Amma ona elə bir işarə vermədi ki, yəni o bağlı üçün hörmət mənasında. Bax, o qadına aiddir gözəlim. Birincisi. Birincisi. Bunlar kişilərə. Onları harda bağlayırdılar? O da cavanlara, üzr istəyirəm qardaşdan, indi soyunub ceyim otağını. Məsələn, soyunandan onu bağlayıb girirdilər içəri. Bunlara hörmət mənasında. Siz sağ olun. Qadın, kişi fərqi yox. Ay sağ olun. Bax, ora xanımlar qızıl zinət əşyası yığırdı. Hərə öz şəxsi qabında yandırdılar. İçərdə. Bəli, cumada xanım otururdu, o nəzarət edirdi. Orada ikisi oldu, ikisi yanından sonra. Yox, bunun üstü açıq idi, özü çox dərin idi. Məsələn, içərdən kimi çıxan, otururdu səkidə, kəndə gedirdi, rahat olsun. Ayağı salırdılar suya. Uşaqlardan uzaq, suya bura bir az yaşlı uşaq düşmüşdü. Onu sadəcə... Bura uşaq düşür. Bəli, qardaşım, buyurun. Bəli, bura çox dərin idi Gözəl xanım. O uşaq düşəndən sonra onu xilas elədilər. Ağsaqqalların məsləhəti ilə belə şəbəkə halında qoruyucu qoyulmuşdu. Bu da boğçadır. Bunu da xanımlar paltar yığır, yəni təmiz paltar yığırdılar. Ora taxça deyirdik. Həmin boğça qoyulurdu, xüsusən də bəyin qonçası ora qoyulurdu. Bax, bu da xalq rəssamıdır, Əzim Əzimzadənin əsəri. Elə bir ki, boğçada kitəli, rəssam onu həqiqətdə görüb canlandırıb ki, yəni istifadə olunur. Bu səs də təbiidir. Suyun səsi, tasın səsi bu aparata qoşuludur. Yəni o cürdür. Bu da başmaqdır xanım. Bunun altı ağacdandır, üstü dəridir. Bu indi qadına məxsusdur. Üstündə sədəf var. Bir başmaq, deyək ki, 3 əhəmiyyət kəsb edir. Həm içəri isti olurdu, ayaq qoymaq olmurdu. Həm çirkab suya dəyməsin. Bir də ağac materialı istiliyi verən oldu. Onunla kimi çıxandan sonra hamı bir-birinə deyir ki, necə rahat oldu. Yəni ondan istifadə edirdilər. Bildim. Buyurun. Allah saxlasın böyüklərimizi, uşaqlarımızı da. Amin. Mələkçi olaraq. Böyüklərdən indi sizdən deyirəm. Məsələn, gələnlərdən. Böyüklərdən uşaqlar diqqətli olurdu. Yəni, belə tarixa. Burada da yol var. Hay canım, hə, orada otaqlıyım. Ana, bu nədir? Bax, burada Çin otaqlı Gözəl xanım. Çin otağı. Bəli. Bax, orada səki var, arxada. O səkini qoyurdular, belə gürağa otururdular. Bunlar su qablardı Gözəl. Bunlara satıl deyirlər. Qabını satıldı. Bunlar dolçadır. Bu da məsələn tasdır. Xanımlar hələ biz uşaqlı yaşını uyğunlaşdırırdı. Onu seçirdi. Bu qaba da para deyirdilər. Yəni kiçik qab idi də suyu götürüb istifadə edirdilər. Ay sağ ol. Bax, burada da 2 krantı var idi. Yüksəkdən içərdə su daxilolurdu. Hamam üçün istifadə olmanda buradan içəri giriş olunurdu. Burada soyuq su krantı idi. Burada bağlı idi, səki hündür idi. İçərdə tiyan da hündür idi. Məsələn, buradan əyilib baxan suyu görürdü orada. Ona görə hamam şəmşonu bağlı saxlayırdı ki, uşaqda da əyilər düşər. Hamama gələn suyu bu çift turğun vasitəsidir. Üstü çiğdi, içərisi saxsıdır. Bax, bunu da gözəl. Bunu 19-cu əsrdə bir rus səyyahı Baskalda görüb çəkir. Amma həqiqətən, bizdə o kişinin yerinə Xəlil kişi deyilir. Gündə gəlirdi tası kisəsi yanında, yaşlılara belə xidmət göstərir.
Üzdə burada da bir sərçisi var idi onun. Həmişə orada otururdu. Məsələn, onun yerini tutmurdular da. Göydən də göydə çıxarır, kişi gəl. Tez gəl deyirlər ki, durun da bir-birimizi tanıyırdı da kişilər. Deyirdi durun. O girib gördü ki, onun yolu yeri boşdur xam. O ona hörmət mənasında bilir ki, siz sağolun. Yəni mənə hörmət edirlər. Bax, bunlar da gözəl xanımız. Bax, bu şeydir. İndi sizlər. İndi də var da, Ay sağ ol, bəli. İndi işlədirlər. Ay sağ ol. Möhür qabıdır. Namaz qılan xanım gətirirdi. Məsələn, cumada xanım saxlayır. Bax, bu kirşandır, toz salında. Məsələn, hamını elə bilir, ya pudradır, ya pirsipqa. Heç birindən deyil. Onu bizə yaşlı xanım hədiyyə. Bizdən onu yaşı olmayan uşağı olan kim deyirlər ki, uşağın bədən açılmasın. Bax, bunlar ətirdir. Yaşılı bəy istifadə edirdi, yaşı rəngdən. Qırmızıdan qadın toyunda, sarını da subay oğlanlar. Bir işıqlanması zəifliyi. Taxta daraqdır, gözəl bax, belə. Bu da xınadır. O da miskabdadır. Onun içərisində ərəb dilində xoşbəxt olsun yazılır. Onun da miskab istədanda xınanın rəngi tünd olurdu. Ay sağ ol. Karutqadakı sabundur. Sabun. Bəli, çisədir, sürmə qabıdır. O da dediyimiz kimi daraq. O da ən axırıncı, kilabidir. Məsələn, ələ götürsən 2 dənə balaca daşdır. Onu xanımlar bir gün qabaq səhər hamama gəlir, qaba qoyurdu. O çöpük kimi mail olurdu. Üzə qeyri-təbii bir ətri olurdu. Gətirirlər, başı da yurdular bədəni. Məsələn, deyirdilər ki, Nə gözəl şeylər olur. ay sağ ol, ay sağ ol, Allah olsun. Buranın desən işıqlar yanıb, tam yanmır. Qaranlıqdan, Qaranlıq. hər şey görmək Muzey. Deyirsiniz, telefonla da olar. Yox. Bəli, onu məsələn çimirdilər. Hamısı qədim orijinal şeylərdir. Bəli, bax gözəlim, indi yalan olmaz. Ruşeldir, onsuz O heçdən indi də var. çiçəklə xınadan başqa, hamısı o vaxtdan qalandı. Ay işıqlı günə çıxasın. Bəli, bəli. Özdə onun qeyri-adı cilabinin ətri var idi. Gözəl, məsələn, hamı bir-birinə deyirdi ki, sən də onun adını yaz ver mənə görüm nə ətirdir. Amma o bilmirdi ki, o cilabidən gəlir o ətir. Hamam nə vaxtda kimi fəaliyyət göstərir? 97-ci ilə qədər. Aycan, yox sənə. 1997-ci ilə Onun qədər. bənzərliyi ucu olurdu. Görsən sən Allah saxlasın bu balalarımızı. Maşallah. Hara getdi, taraf yerə qoydu. Bayaq, mən bir dənə hörmətim var, gələn turistə, böyük idi, uşaq. Onu mən nə qədər elədim, onu izah edə bilmədim. Çox indirindi. Görsən Allah saxlasın hamısını sizi ilə bərabər. Sağ olun. Görsən o sual verir ki, indindən yox. İndi o düzgün olmur axı məlumat. Girək bunun içərisində. Bu su, bu təmiz Yox gəldi. qardaşım, buradan üzüstə Axır, su axır. Yox, oradan ocaq çıqalanırdı. Ocağın üstüsə bax elə bacasına qalxırdı gözəl. İstisi piyanda su isidirdi. Burada o dərəcədə par qalxırdı ki, indi sauna hamamlara girmir. O qədər isti olur ki, qışda da burada metri ilə qalınır. O qədər isti olur ki, əksərən bu qapını da açıq qoyurlar. Ocağı orada yandırar. Yox, ocaq yox. O par qalxırdı. Ocaq burada. Hə, demək hamamın içərisindən demokrat var idi ki, par, par Ona görə dedim ki, istidir, hə. 16-cı əsrdə ola bilməzdi, istidpol ola bilməzdi. Hə, düz, Amma aydın. Elə küt düşünülmüş idi xanım. Tiyanda çox Gözəl gözəl kanalizasiya sistemi Ay var. sağ ol. Hə, Onda yəni yeraltı Bildim, başı üstünə. Buyurun, Bax, bu ki. buyurun. Çəkil. Eyni yerdə, buyurun. Hə, burada yandırılır. Buradaydı ocaq. Yox, hə. Ocağı burada yandırılır. Xala, Haycan. buradaydı ocaq. Çox, həm xoşuma dönüm. Bax, bu böyük bir tiyan idi gözəl xanımız. Bax, o divarın içərisində yer var. Aşağıdan da bax yer var. Elə sistem idi ki, arxadan krantı açırdın, yeraltı sistemindən tiyan dolurdu suna, böyük bir tiyan idi. Amma bunun qalanma sistemi hamamın arxa tərəfində, elə fikirləşək, yuxarıdan 4-5 pilləkən aşağı hamamçı düşürdü bunun altı. Qaranlıq bir dərin yeri idi. Orada qalanırdı. O hazır olandan sonra hamamçının bax o qıraqdan gəlirdi. O nəzarət edirdi ki, su isinirdi. Onun içərisində belə krantları var idi. Bax o çiv turbada. Belə qoşulur da yeraltı gözəl. Bax divarın içərisinə. Biri oradan, biri də bax buradan. Sədaq mı baba? Gördün? Oradan. Çimma otağına daxil olurdu, orada çimirdilər.
Bu da tövbə qabıdır. Bu da duvalıdır içərisi. Məsələn, kiməsə bir səhv olurdu, əsasən deyən kişilərə aid idi. Hamı dururdu kənarda. Günah edən şəxs zaman onu elə deməlidir ki, kənarda duranlar onu eşitməsin. Çünki nə günah işləyir. O dedikcə suyu tökürdülər onun başından, qab yerinə qoyulandan sonra deyirlər ki, şəfasını görəsən. Bəli. Günah yumayır. Ay sağ ol. Bax, bu da candır gözəlim. Buna qırxaçar deyirlər. Üstündə bax nöqtə boyda yerdən axar var. Gördün sən? Hə, gördüm. Sağdakını görsən ora. Ay sağ ol. Bax içərisi də duvadır. Onu ərəb dilində, məsələn, bələdçi olduğuma mənə də tərcümə. Ərəb dilində o uşağı ruhdan, nəzərdən qoruyan duvadır. Onu uşağı çimdirəndən sonra uşağın nənəsidir yaxın. O qabda suya elə fırlanmalıdır uşağın başına. Nöqtə boyda yerdən su düşürdü, bir-bir açarın üstü ondan uşağın başına. Hə, uşağın başına deməli su oradan tökülür. Ay sağ ol. Onu fırlayıblar, qabı Hə, fırlayıb, fırladıqca bu da 40 gün çıxandan sonra, hə? Bu adət kimiymiş də. Ay sağ ol. Deməli adət var imiş. Ki, 40 gün çıxan uşağı gəl bu ilə yuyurdu. Hə. Onu da məsələn içərisində əgər indi çoxdur da adam o çaşsıydı, 37 sayısıydı. Allah sizi də var eləsin, uşaqları da qorusun. Nənə tez onu təkrar edirdi ki, uşağa onun düşər düşməz olar. O 40 damcı uşağın başına tökülməli idi. Bəli. Burada yəni eyni qaydada dediyim kimi 1997-ci ilə qədər istifadə olunur. Təmir vaxtı da gözəl, bura əl dəymir. Hamamın arxa tərəfində şəxsi var idi. O qəzalı vəziyyətə düşəndə bunun günbəzi çökmüşdü. Onu heç bir usta, memar yığa bilmədi. Əvvəlki üslubla. Sonra 2018-ci il prezidentimizin 3 oktyabr sərəncamı ilə Baskalı turizm ilə elan olunanda buranda muzey kimi tapşırdı. 2021-ci il avqust ayının 13-də xanımı ilə bərabər açılışına gəldi. Günbəz düzəlmədi onda elə də. Yox, qoyulubdu. Amma onun yerinə böyük bir günbəz qoyuldu ki, əvvəlkindən də qədimi. Yəni o Baskalın tarixi üstündə də, məsələn, Baskal İsmailin rəmzi sayılır gözəl. Baskalda da Kəlağayının rəmzi, atributu butadır. Bax belə buta şəkili, bax belə göstərim sizə. Bax butadır. Hər bir yerdə, məsələn, Çiyində Kəlağayı göndədir, Baskaldan almışam. O desə yox, inandırıcı deyil. Çünki mən də Allaha şu sabahlı xanımsınız, Allah saxlasın balalarımızı. Hələ 1862-ci ildə ilk dəfə Baskalda toxunub Kəlağayı. O vaxtda Londonda keçirilən sərgidə qızıl medala da xüsusi diploma layiq görülür. İndi də Londonda Nəsir Abdüləzov, onun adını orada cuşa yaranıb. Özdə ilk dəfə qanovuz parça, bir də Ağzəmin Kəlağayı. Qanovuz parça da odur ki, toxunur, gözəl, nə rəng vurulmur, nə pişirilmir. Amma Ağzəmin hər tərəfi ağ olur, haşiyəsi bəzəli. Ağzəmin də yəni gözəllik rəmzi olur. Bax belə. Bildim, hə, orada indi görmüşdük də, ağ qraflarında naxışlar. Ay sağ ol, bəli. Onlar da qədim kərəvəlardır. Hə, bəli. Bunlardan da onlar məncə qədimdir. Düz Bizdən mamam gələn falan varlardı, bundan qabaq öyle oldu. Qrafların bəzəkli ortası boş. Düzdür. Mən özüm çəkiliyəm də, bizdə desənlərdə bilirsiniz də, var çox. Bizi də Çox maraqlıydı. Hay canım, Allah saxlasın səni, hamınızı. Sağ O ol. cür bizdə öz dilimizdə əslimiz deyirik türkçük. Məsələn, Baskal özü türk tayfasından deyilən Basilər adından götürülür. Amma tərcümədə Baskal basılmaz qala, qur, yarat, yaşat. Məsələn, Lapijdə başqa dillər var. Məsələn, mən bələdçi olaraq 30 il işləyirəm. Mənə sual verirlər ki, Şəkidənsən? Deyirəm, yox. O gün Şəkidən bilək ki, deyirəm, valla böyük hörmətim var, baş şəhərə mən birinin qarşısında. Amma öz dilimizdə, özümüzün... Şivə eynidir. Bəli. Türksüz də, əsas odur ki, türksüz. Ay sağ ol, əlbəttə. Bəli. Orada bir ortam olur gözəl. Orada xəlvət. Burada keçiş var. Harcan, hə, var. Cir baxsana qurban, cir bax. Niyə yox? Diləsi yox, açən olmuyor. Səhət Ay sağ ol xanım. Və burada xəlvətxana, yəni tək otaqdır. Kimsə deyir adam. VIP otaq. Ay sağ ol. O vaxt o söz yox. Haycan.
O da krantdır. Bax, o tasdır. Bax, o da atalar məsələ ilə deyir, köhnə haman köhnə tas. Ay. Ay sağ ol. Bax, oradalar belə altına isti su ayrı soyuq. Otaq idi, skameyası da var idi. Rahat orada geyinib çıxırdılar. Bunu kim istəsə istifadə edə bilirdi, yoxsa Bəli. nəsə imkanlı şəxslər Yox, yox. xüsusi? Məsələn, kimsə deyir ki, mən təkəm, Ay. xüsusən də yəni belə toy hamamlarında, məsələn, deyirdi ki, mən tək kimim də rahat olur. Bir onu yaxına çəkin. Bəli. Bax, burada kiçik taxçadır, məsələn, sabundur, nə lazımdır, qoyulurdu. Məsələn, toy hamamında mı? Məsələn, əvvəldən bəyə tapşırırlar ki, nə istifadə edirsən, götürmədə subay oğlanlar istifadə edir. Su axırdı. Bəli, bax, isti su ayrı idi, qardaşım soyuq. Bax, qıraqdan görürsünüz, orada Orada, qurmalar. gördüm. Ay sağ ol. Oradan bax, ay sağ ol. Bax, balamız necə, bax, oradan turba. Soyuq su, isti su, ayrı-ayrı. Aç, oranı da çəkim, orada da Burada var. rahat çimirdilər. Hələ ki muzey buradır da. Bəli, bəli. Bir də muzey yardım da burada, tarix muzeyi. Ay sağ ol. Hava. Nəsə əşya zad qoymaq Ay üçün. sağ ol, hə. Orada, Burada başqa muzey də olacaq. Bir də qısa qapanmadan yanıb. O məscid yanında, o çinar ağacında bir hissəsi yanıb. Onda 500 ildən artıq yaşı var. Çinarı da Şeyx Məhəmmədin oğlu Şeyx Səfai 1563-cü ildə əkib. İndi ora